Travertin əslində yəni təbii daşdır. Daşın adıdır. Yəni bugünkü günü bu travertini hamı bir məhsul kimi tanıyır. Amma qanuni şəkildə həmin o travertin daşının satışı da var. Yəni təbii, təbiətdən gələn daşdır. Sadəcə olaraq o travertin daşı yəni bir formada yaradırsan da elə bil ki, məsəl üçün ev işləyəsən, fasad işləyəsən, bir dənə forma verə bilir bunun təbiisi sənə. Amma bu travertin effektin yaratmaq üçün olan məhsullar, yəni bu nəinki daşın, yəni travertinin qaya daşını da, təbii daşını da, aqlaya bənzər travertin daşlarını da, yəni effektini rahatçılıqla yaradır və istədiyin rəngi verə bilirsən. Ona təbii ki, təbii rənglərdən gedir söhbət. İstədiyin rəngi verə bilirsən. Dünyanın hansı dövlətində, hansı rəngdə olan daşlar varsa, mərmər kimi də təbii ki, bunların da fərqliliyi var. Yəni o formada istədiyin fərqli rənglərdə verib, istədiyin fərqli effekti əldə edə bilirsən.